həm Tbilisi prospektindən, həm Salam. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Şəhərimizə gözəllik qatan binalardan biri olan Grand Həyatdayıq yenə və burada 3 otağa ideal şəkildə düzəldilmiş, 100 kvadrat ölçüdə tam əşya və texnika ilə tərtib edilmiş, soft neoklasik üslubda da dizayn olunmuş, əla bir mənzil təqdim edəcəyik sizə. Hal-hazırda balkondayıq, bir də balkona daxil olmayacağam. Buradan məlumatları verim. Eza markalı kombi, texnika balkonda həm də bura. Kollektor sistemi, 3 ədəd AUX motorları görürsünüz, 2 ədəd 9 minlik və 1 ədəd 12 minlik otaqlara tam olaraq yerləşdirilib və qarşısının tam açıq olduğunu görürsünüz. Tbilisi prospekti, Həsən Əliyev küçəsi, İnqilab deyə tanıdığınız Həsən Əliyev küçəsi, Tbilisi prospektinə baxışı, şəhər istiqamətinə baxışı var. 11-ci mərtəbədə yerləşir. Binanı tanımayanlar üçün videonun sonunda qaraj və digər blok məlumatlarını da təqdim eləyəcəm. Həyətyanı sahəsində göstərim sizə. Buradan elə eyvandan təqdim eləyim. Eyvandan həyətyanı sahənin bir hissəsi də görünür. Burada hər binanın öz qarşısında həm uşaq meydançası, həm besetkaları, həm də tam olaraq abadlaşdırılmış gözəl güşələri var. Həqiqətən də 7S standartlarına cavab verən komplekslərdən biridir. 3 mərtəbə yeraltı avtoparkingi, hər blokda 6 ədəd lifti, geniş həyətyanı sahəsi, binanın altında McDonald's, hal-hazırda mall açılacaq burada, yəni elə planlaşdırılır. Olduqca ideal layihələrdən biridir. Başlayaq xol hissədən. Mənzilin xol hissəsindəyik. Xol boyu döşəmə qranitli döşəmədən istifadə edilib. Ümumi texniki yerləşməni izah edeyim sizə. Giriş qapımızı görməkdəsiz. Giriş qapısından girdikdə sağ istiqamətdə domofon və elektrik qutuları yerləşdirilib və belə bir gömmə qarderobdan istifadə edilib. Tam boyu bir gömmə qarderob yerləşdirilib. Membran panellərdən olduqca keyfiyyətli aksesuarlardan yığılıb bu evin mebelləri və giriş qapısı ilə üzbəüz isə belə bir dresuar və dekorativ güzgü, bura işıqlandırmalar, ümumi dizayn bir daha qeyd edirəm, soft neoklasikadır, lepka və daraq işləmələri görürsünüz. Gips daraqları və əla bir dresuar da quraşdırılıb. Burada yenə gördüyünüz kimi döşəmə əla teksturalı qranitdir. Plintus teksturalarda olduqca gözəl yaraşıb mənzilə və giriş qapısından solda isə belə bir dekorativ hissə ayrılıb. Qranit davam eləyir. Ursiklu və led işıqlanmadan əla bir mebel kaplama edilib divara, mebel üzləmə edilib divara. Burada mənzilin bir sanuzeli var, həm də camaşırxana kimi tərtib edilib. Olduqca geniş ölçülü sanuzeldir. Burada yerləşdirilib. Burada mənzilin ikinci yataq otağı yerləşir. Uşaq yataq otağı kimi, yeniyetmə otağı kimi də tərtib edib istifadə edə bilərsiniz. Burada isə böyük ölçülü yataq otağı yerləşir. Hamısını təqdim edəcəm sizə. Qonaq otağının isə xolla arası açıq saxlanılıb və ara kəsmə edilməyib. Kifayət qədər də həm qonaq otağını, həm də xol hissəni geniş göstərir bu. Xırda da olsa bu element və əla teksturalı laminatları görürsünüz otaqlarda. Son dövrlərin dəbinə uyğun Avropa istehsalı laminatlardan istifadə edilib. Ümumiyyətlə təmir zamanı keyfiyyətli və ən əsası da səliqəli iş çıxarılıb ortaya. Mətbəx və qonaq otağı hər ikisi birlikdə 3 otağa düzəlmə məhz belə əldə edilib mənzildə. Dekorlar, olduqca gözəl dekorlar edilib divarlarda, ümumi üsluba uyğun lepka işləmələri olsun, xırda aksesuarlar olsun, hər şey tam olaraq olduqca zövqlə düşünülüb və tərtib edilib. Kifayət qədər də böyük ölçülü bir mətbəx mebeli yığılıb burada. Yenə membran panellər, tam boy bir mətbəx mebelidir. LG markalı bir soyuducu, Lanova markalı qaz və elektrik sobası gizli aspiratoruna qədər quraşdırılıb. Üzəri süni mərmərlə işlənib və gizli qabyan da burada yerləşdirilib. Toshiba markalı da bir qabyanı qoyulub. Əlavə olaraq qonaq otağında bir 6 nəfərli bir yemək masası yerləşdirilib. Sadəcə 4 otaqla qoyulub bu, istəyə uyğun. Bu masa açıldıqda 8 nəfərə rahatlıqla çıxara bilirsiniz bu sayı. AUX markalı kondisioner bu istiqamətdən. Bu videonun əvvəlində göstərdiyim balkona həm qonaq otağı, həm də hər iki yataq otağından daxil olmaq olur. Və belə bir möhtəşəm TV stendi var. Yumuşaq mebelin qarşısında, divanın qarşısında və TV-yə qədər quraşdırılmış vəziyyətdədir. Dekorluğu da olduqca super tərtib edilib və zövqlü dekorlar yerləşdirilib. İstəyə uyğun buranı kitablıq, içkilik və yaxud öz
qab-qacaq dəstlərinizi yerləşdirə bilərsiniz bura. Belə, indi isə davam eləyək. Yataq otaqlarına keçməzdən öncə mənzilin sanuzeli ilə tanış eləyim sizi. Qeyd eləmişdim, həm də camaşırxana kimi tərtib edilib. Olduqca geniş ölçülü sanuzeldir. Yenə burada da əla teksturalı qranitlərdən istifadə edilib. Sanuzelə girdikdə üzbözdə böyük ölçülü bir moydadır quraşdırılıb. Güzgü və bulaşıqlandırmaları görürsünüz. Böyük ölçülü bir duşkabin hissə, künc bir duşkabin ayrılıb burada. Duşdan istifadə edilib, duş kabindən istifadə edilib, daxilində nişada yığılıb və unitaz yerləşimi girişdə solda, üzəri nişa və saxlanış yeri ilə tərtib edilib. Əlavə olaraq burada bir Toshiba markalı 7 kiloqramlıq bir paltaryanla quraşdırılıb, moydaların da böyüklüyünü və funksionallığını görürsünüz. Suşulka yerləşimi və əlavə saxlanış yeri isə burada yenə tərtib edilib. Hər xırda detal mənzildə düşünülməyə çalışılıb. Mənzilin daha rahat istifadəsi üçün hər şey ideal şəkildə düşünülüb və tərtib edilib. Əsas yataq otağını görürsünüz. Yenə bu böyük balkona buradan da çıxış var. Kondisioner quraşımı yataq dəstəsinin sağında, divar kubka işləməni və güzgü, faskalı güzgülərdən əla dekor edilib yataq arxalığı və bulaşıqlandırmalar yenə öz növbəsində tumbaların üzərində və gömmə bir qardiropdan 5 qapılı böyük ölçülü bir qardirob mebelindən istifadə edilib. Membran və güzgü panellərdən yenə qapaqlarda olduqca ideal istifadə edilib. Make-up yerləşimi və otağın TV yerləşimi, hər şey, hər xırda detal, elektrik qutularının yerləşimi, hər şey tam olaraq ideal şəkildə nəzərə alınıb və həyata keçirilib mənzildə. Divar kağızlarından əla teksturalı və keyfiyyətli divar kağızlarından istifadə edilib. Mənzilə əyani baxış keçirdiyiniz zaman şahid olacaqsınız təmir keyfiyyətinə və səliqəsinə. İndi isə ikinci yataq otağını təqdim edəcəm sizə. Yenə burada da tam əşya tərtibatı, əşya planlaması ideal şəkildə həyata keçirilib. Böyük ölçülü bir yataq yerləşdirilib. İstəyə uyğun bu yatağı dəyişdirib 2 ədəd uşaq yatağından da istifadə edə bilərsiniz bu otaqda. Yenə tumba üzərləri bulaşıqlandırmalar, gömmə bir qardirob böyük ölçülü əla tərtib edilib. Yenə buranın da istər make-up kimi istifadə edilə bilər bu masa, istər yazı masası kimi istifadə edilə bilər. Kondisioner yerləşimi make-upın üzərində və TV altlığına qədər, alt saxlanışlara qədər hər şey quraşdırılmış vəziyyətdədir. Belə, mənzili demək olar ki, tam olaraq təqdim elədim sizə. Mənzilimiz yerləşir Grand Həyat Yaşayış kompleksində 27 mərtəbəli yeni tikilinin 11-ci mərtəbəsində, premium binanın 11-ci mərtəbəsində 100 kvadrat ölçüdədir. 2 otaqdan 3 otağa ideal şəkildə düzəldilib. Sənəd çıxarışlı, yəni kupça, gördüyünüz bütün əşya və texnikalar qiymətə daxildir və mənzildə əlavə heç bir əşyanın və texnikanın yerləşdirilməsi üçün əlavə heç bir şeyə ehtiyac yoxdur. Tam olaraq hər şey düşünülüb və edilib. Start olaraq mənzilimizə təyin edilən qiymət 417.000 manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə reklam. Və indi isə binanın söz verdiyim kimi qarajını təqdim edəcəm sizə. Belə bir geniş qaraj, qonaq qarşılama servisi və bu qarajdan 3 mərtəbə var bu binada. Yəni infrastruktur, hər şey tam olaraq ideal şəkildə düzəldilib, düşünülüb və həyata keçirilib binada.